Son müsahibələrinin birində isə deyirdi: "Kaş əvvəlki vaxtlarıma qayıdaydım." 1995-ci ildə ağlı başında adam idim. Füzulinin kitablarını oxuyub ağlayırdım. Çoxlu mütaliə edirdim. Məsciddə namaz qılıb Allaha dua edirdim. Allah dualarımı eşitdi və mənə şöhrət göndərdi. 2001-ci ildə namazı unudub meyxana deməyə başladım. Kaş ki, o şöhrət heç məni tapmayaydı, dəyişməyəydim. Aydın olduqca səmimi, düçar olduğu bəlanı etiraf edən və bu etirafı ilə yüzlərlə adamı həmin addımı atmağı ağlına gətirdiyi yerdə saxlayan bir adam idi. Aydının yerində ola biləcəyi əksər adamlar onun kimi sadə davrana bilməzdi. Aludə olduğu, onun axırına çıxan vərdişlər belə xarakterini, insanlığını dəyişə bilmədi. Fiziki baxımdan sağlamlığını təmiz itirdiyi günlərdə belə möhtəşəm bir mənəviyyat sərgilədi.